Hamınıza salam dostlar, kanalıma hoş geldiniz. Bugün Minecraft'ın yeni bölümüyle karşınızdayım. Dostlar, bugün xəritənin bilmediğim bir yerindən çıxdım. Ama ətrafımızda yetərincə hayatta qalmaq üçün resurslar var. Biz elə bunlar görmüşkən bir də bunların günlərini alaq. İkisi də yuxarıda var. Kravat lazım olacaq bizə. İlk öncə bir balaca ev və buradan hər şeyi tapa bilərik. Ama bize ilk önce birinci ev lazımdır. Silahlar lazımdır. Ona görə də indi ağac kəsmək vaxtıdır. Dostlar, hələlik yetərincə ağac kəsdik. Bir dənə əşya düzəltmə storu düzəltməliyik. Çubuqlarımızı da düzəldək. Qılınc lazım olacaq. Qazma lazımdır mədənciliyə. Taxtalardan çox düzəltmək istəmirəm. Hərəsindən 2-2 düzəldək ki, işimizi hələlik yola versin. Bizə indi sandıq düzəldə bilirikmi? Bir dənə sandıq düzəldək, evə qoyarıq. Evimizi onda belə eləyək də. Hələlik buradan özümüzə bir dənə yüngülvari bir yer düzəldək gecələmək üçün. Qədər bəs eləyir. Nasıl üstündə bağlayacaq. Bizim düzəltmə taxtamız. Düzəltmə taxtamızları qoyaq evə. Bizə nə lazımdır? Biz kravat düzəldə bilirikmi? Düzəldə bilirik. Kravatımızı da hərəlik qoyaq bura. Evimizin girişini belə bağlayaq. Evimizin yerini tam bilmək üçün də, çünki yadımdan çıxa bilər. Bunu qoydum bura. Dostlar, başlayaq qazmağa. Bir dəqiqə daşdan qazma düzəldim. Qılınc da düzəldə biliriksə, qılıncdakı düzəldək. Üstümdə artıq feşlər var, bir dənə onları qoyun sandığa. Hələlik siz qalın burada. Bura qalsın. Üstümdə ancaq silah sursat başlamaq istəyirəm. Ən çox işimizə yarayan bizim qazma olur. Qılıncımız da qalsın. Bundan hamısı getdi sandığa. Baltanın biri qalsın bəs eləyir. Toxumlar da getdi bura. Çubuğu geri götürək, çubuq üstümüzdə qalsın. Gedək indi bir dənə kömür tapsaq. Bu misi götürək buradan. Yenə var. Tapdıq. Əla. Özümüzə bir dənə əkin yeri də eləməliyik. Bir toxumumuz var. Və qaranlıq düşür. Gedək tez yataq biz. Nə qədər tez yatsaq, o qədər yaxşıdır. Bağı götürək buradan. Yataq qalxaq, işimizi elə görək. Biz indi dostlar düzəldək, işığımızı düzəldək.
Hələlik bu qədər bəs eləyər. Biz də sən ev üstünə atılır indicə. Bunu tez bazar. Baxayıq. Qapı düzəldə bilirikmi? Qapımız da hazır. Biz sandığımızı qoyaq bura. Deməli, bizim üstümüzdə nə var? Mis qalsın burada, daşlar qalsın üstümüzdə. Sənin canın az onsuz. Bu getdi bura. Güllə getdi, toxumlar qalsın, işıq qalsın, çubuq qalsın, qalan hər şey qalsın. Bizim daşımız var, biz peska düzəldə bilirikmi? Yox, daş lazımdır. Onu da yığaz yerində olsun. İşimizi götürək əlimizə. Biraz buradan şeylər yığaq. Ən gözəli. Sonra çıxaq xəritəni kəşfə. Məncə bəs eləyər. Peskamızı da düzəldək. Sonra dayanmadan xəritənin kəşfinə davam edək. Bu gün dayanmaq yoxdur. Ona görə bizə yemək də çox lazım olacaq. Biraz ovlanaq. Yəni özümüzə bir qəşəng yer tapıb orada ev tikərik. Yanacaq qutarı. Biz dəridən özümüzə torba düzəldə bilərikmi? Hə, ip də lazımdır. Nəsə, ondan sonra toyuğumuzu bişirək. Toxumumuz, əslində toxumu ata bilərik üstümüzdən. Nəsə, onsuz yolda qərar verərik. Bir özümüzə bir qəşəng yer tapaq. Ətimiz var, yetərincə var. Kənd tapsaq, kəndlərin birindən torba da tapa bilsək, batayarı var. Toyuqlarımız da hazır, bir dənə qaldı bu mal əti. Bu mal əti təkdir, bunu görüm yeyə bilsəm. Hə, var, acam. Yeyək. Axşam olurmu? Olur. Ona görə hələlik qalaq burada, sonra çıxaq özümüzə bir qəşəng yer tapmağa. Orada uzaqda kənd mi görürəm, yoxsa mənə elə gəlir? İndi gəlib baxarıq ora. Ona kimi biraz ağac qıraq. Dostlar, səhər oldu. Artıq getmək vaxtı. Gedək, görək xəritənin arasında nətər maraqlı şeylər var. Qapımızı götürək. Bizim indi üstümüzdə əlavə nə var? Güllər getsin. Toxumla getsin, toxum asandı tapmaq. Sonra qalan hər şey özümüzün vacib olan şeylərimizdir. Onun görə burada atılası bir şey yoxdur. Yemək əlimizdə hazır olsun. Qolun tutursun. İşte, bunlar qalsın yuxarı. Hələlik bu sıralama ilə gedək. Hələlik tüy də atırım. Bunu da tapmalasan. Getdik. Az tərəfə gedək indi. Hündürə qalxaq. Məncə bu tərəfdə nəsə görmüşdüm. Yəni, kakal bu tərəfə gedək. Yaxınımızda kənd var imiş ki. Atımızı da böyütdük. Buna yərimizi də tapaq. Əla. Prosta ki, biz buradan çıxmalıyıq. Tez bazar. Gedək yataq qalxaq. Bunu burada qaçmasın hər ehtimala qarşı. Qəşəng atımız da var, sürətli gedə bilərik. Kravat olan ev hansıdır burada?
Biraz da saman götürelim ki yolda atımıza lazım olacak. Buradan samanları da götürek bence de. Burada bizde bir şey kalmadı. Samanlar atımıza göre lazım. Bas. Kasa lazım idi. Neyse bunların aramızda çok pis eləməmiş. Kaçaq gedək. Aa, burada qapı var. Biz haradan gəldik? Biz bu tərəfdən gəldik. Bu tərəfdən də getməliyik. Özürlü sənin işıqları aparıram. İşıq lazım olur. Özümdə var, əslində də. Yenə qalsın da. Çox bunlardan əslində bir şey götürməyə də ehtiyac yoxdur. Yenə də baxaq. Kravatda, sandıqda nə var? Zümrüd. Çörəkləri götürək. Ağac lazım deyil. Kitab hələlik lazımımız deyil. O almaları da götürək. Kitab ucu gələcəkdə lazım. Hələ tezdir bizə. Burada nə var? Heç nə, kravatımız var, hər şeyimiz var. Ben deyirəm da bu samanlardan götürə bilərik. Yəni götürməyə də bilərik. İşıq götürək, işıq götürək. Çünki mədənçiliyə başlayanda bizə işıq hədsiz lazımdır. Səndə nəsə varmı? Yox. Buran niyə belədir? Evdən ötə gəlir. Mesela bu kadar girişi çətin olduğuna göre bu sandıqda olmalıdır. Torba var. Torbanı götürək. Şalvar var, geyinək. At sürə bilərik. Əhər var. Çörəkləri də yığ. Saman balyası lazımdır. Dəri özümüzə də lazımdır. Burada şalvarı geyinək. Yenə qoruyur. Sonra torbanı açaq. Bura peçka geçsin. Kömür, dəri geçsin. Ağac geçsin. Nə bilim. Başqa zümrüd geçsin. Çörək lazımdır. Düzəltmə taxtası lazım ola bilər. Amma peçka orada. Peçkanı götürək. Onun yerinə bu daşlar, zadlar hamısı geçsin. Doldu. Başqa torba tapa bilsək lap əla olaraq. Torba tapa bilərik. Torba tapa. Gedək baxaq evlərə də bu ev niyə belə? Daha doğrusu bu kənd niyə belə uçurumun üstündədir? Burada nə var? Heç nə yoxdur, kravatımız var onsuz. Bura... Tərsinə gəldim kimi. Biz at sürə bilərik. Səndə nə toxumları var? Nəsə lazımsızdır. Biz ata keçərik birazdan. Bu yer nəsə böyükdür. Görək burada nə var.
Belə işimizə yarayacaq başqa nə var? Orada böyük ev var bir dənə. Bu balaca da baxaq. Sandıq yoxdur. Işıqlar hamısını götürək. Bundan heç bir lazım olmayacaq əslində bizə də. Sarı şüşə var burada. Bu evə baxdıq. Uzaqdakı ev nədir? Arxada evlər qalıb hələ. Elə biz deyəsən burada yatası olacaq gecəni. İşıqların hamısını ver. Hamısını ver zəhmət olmasa. Bizə yaxınımızda bu qədər ev var, heç özümüzü şey eləmədik deyə. Hadi yuxarıda qaldı. Neyse. İşıq məncə bu qədər bəs eləyək. Arxadakı evlərə də baxaq, elə çox güman ki, bu evlərin birində də yatarıq. Daha önce sabah tezdən yenə başlayarıq işte. Səndən sorularım yox. Əslində elə də zümrütümüz yoxdur, gəlib baxırıq da. Çox maraqlıyım, bu kənd niyə belə bir uçurumun üstünə yığılıb? Kitab rəflər lazım deyil. Burada həngamə boş bir ev üçün. Sən də işığını götürün. Bunların kitabxanalarıymış. Öyle baxdıq. Qaldı bu ev. Aşağıda dəmirlər var, gördüm. Aşağı ən təhlükəsiz. Necə düşə bilərik? Ora tullansaq. Amma dəmirin davamı varmı da? Burada da sıxışıb qalmaq istəmirəm. Mən bütün xəritəni dedim. Gəzin sizə də göstərim, maraqlı yerləri. Ona görə girmirəm. Yoxsa oraya girsəm daha önce gələk məcbur. Bura niyə yanır? Burada lav var. Neyse, buralar biraz elə bir təhlükəli yer. Ağaçlar az olsaydı burada yaşamağa başlayarıq. Aslında buralar başa sayılar. Amma hələ gedək. Daha maraqlı yer tapaq. Dostlar, məncə evimizi burada tikək. Çünki buradan maraqlı bir yer, yəni çətin tapaq. Həm mənzərəsi qəşəngdir, həm ətrafda yetərincə resurs var. Məncə belə bir şey eləyək. Siz evin necə olduğunu mənə yorumlarda deyin. Mən ona görə tikim. Hansı materiallardan istifadə olunsun, necə olsun. Onu siz mənə yorumlarda deyin. Mən gələn videoda evi ona görə tikim. Digər videolarda görüşənədək sağ olun.